Salam. 20 variant sınaq imtahanının 5-sinə baxırıq. Mövzumuz hidrosfer quru sularıdır. Dunay və Reyn çayları üçün oxşar xüsusiyyətləri müəyyən edək. Mənsəbi daxili dənizdə yerləşir. Dunay çayı Qara dənizdə, Reyn çayı isə Şimal dənizindədir. Deməli, bu şərt ortaq deyil. Birinci şərtin olduğu variantları silərik. Atlantik okeanının su toplayıcı hövzəsində yerləşir şərti isə doğrudur. Belə ki, Qara dənizdə, Şimal dənizi də Atlantik okeanına aiddir. İkinci şərt doğrudursa A variantında silə bilərik. Mənsəbi Qara dənizdir şərti yalnızca Dunay çayı üçün uyğundur. Üçüncü şərt yanlışdır. Mənsəbi mülayim dəniz iqlim tipində yerləşir şərti sadəcə Reyn çayı üçün uyğundur. Çünki Şimal dənizi mülayim dəniz iqlim tipindədir. Dunay çayı isə, Qara dəniz isə mülayim kontinentaldadır. Deməli, dördüncü şərt də yanlışdır. D variantında elədik. Bir neçə ölkənin ərazisinin axır şərti bu Avropa çaylarının əksəriyyətinə aiddir. Almaniya ərazisinin axır şərti isə ortaqdır. Yəni 5 və 6-cı şərtlər də bizə lazımdır. Cavab Y variantı. Cədvələ əsasən göllərə aid olan əlamətləri müəyyən eləyək. Qarda gölü bildiyimiz qədər İtaliyada yerləşir. Aid olduğu ölkə subtropik iqlim qurşağında yerləşir. Daha dəqiq desək, subtropik iqlim qurşağının Aral dəniz tipində. Birinci şərt doğrudur. Birinci şərtin olmadığı variantları elədik. Balxaş gölü İli çayının mənbəyidir şərti yanlışdır. Belə ki, o mənsəbidir. Deməli, ikinci şərt yanlışdır. İkinci şərtin verildiyi variantda elədik. Viktoriya platformanın əyilmə sahəsində yerləşir. Viktoriya gölü Afrikanın ən böyük gölü olmaqla platformanın əyilmə sahəsində yerləşir. Üçüncü şərt doğrudur. Titikaka gölü yerləşdiyi dağlar Kimmey qırışıqlığında yaranıb. Titikaka gölü Ant dağlarındadır və Ant dağları Alp qırışıqlığında yaranıb. Dördüncü şərt də yanlışdır. Böyük Duzlu göl Çaydərə mənşəlidir şərti yanlışdır. Qalıq göldür. Balaton gölü iki yarımkürədə yerləşir. Avropada yerləşən Balaton gölü nə ekvatoru, nə Qrinviçi, nə də 180 dərəcəli meridianı görməyən ərazidədir. Deməli, 6-cı şərt də doğrudur. Cavab A variantı. Uyğunluq gözlənilmişdir. Çay aid olduğu dəniz və ya körfəz və aid olduğu okean. Kolorado çayı Kaliforniya körfəzinə tökülür və o Sakit okeana aiddir. Birinci şərt uyğundur. Birinci şərtin olmadığı variantları elədik. Salween çayı Cənubi Çin dənizinə tökülmür. Avrasiyanın fiziki xəritəsinə baxsaq, görərik ki, Salween çayı Andaman dənizinə tökülür. İkinci şərt yanlışdır. İkinci şərtin verildiyi variantda sildim. Lena çayı Kara dənizinə deyil, Laptevlər dənizinə tökülür. Yukon çayı Bering dənizinə tökülür və Sakit okeana aiddir. Dördüncü şərt də doğrudur. Sena çayı Şimal dənizinə tökülmür, La-Manş boğazına tökülür. İravadi çayı Andaman dənizinə tökülür və Hind okeanına aiddir. Deməli, 6-cı şərt də doğrudur. D variantı. Çayları iki okeanın su toplayıcı hövzəsində yerləşən yarımadalar. A variantında Jutlandiya yarımadası yalnızca Atlantik okeanında yerləşir. Deməli, A variantı yanlışdır. B variantında Skandinaviya həm Atlantik, həm də Şimal buzlu. Kiçik Asiya həm Atlantik, həm də Hind. Cape York yarımadasından axan çaylar isə həm Hind, həm də Sakit okean hövzəsinə aiddir. Cavab B variantı. L-Venn diaqramına uyğun bəndləri müəyyən edək. Volqa və Dunay çayı üçün uyğun bəndləri seçəcəyik. Yerləşdiyi qitənin ən uzun çayıdır şərti Volqaya aiddir. Belə ki, Volqa Avropanın ən uzun çayıdır. Mənsəbinin yerləşdiyi su hövzəsi qədim Tetis okeanının qalığıdır şərti hər iki çaya aiddir. Belə ki, Xəzər dənizi və Qara dəniz Tetis okeanının qalığıdır. Birinciyə 1, üçüncüyə 2 şərtlərinin ödənmədiyi variantları siləsi olsaq, A variantı əlinər. Okeandan gələn gəmilər yalnız kanallar vasitəsilə qəbul edir. Dunay çayı Qara dənizdən birbaşa gəmilər qəbul edə bilər, amma Volqa çayı okeandan gələn
gəmiləri Volqa-Baltik və Volqa-Don kanalları vasitəsilə qəbul edilə bilər. Deməli, birinciyə 3 şərti də uyğundur. Birinciyə 3 şərtinin verilmədiyi C və D variantlarını ələyə bilərik. Su toplayıcı hövzəsində cavan dağlar mövcuddur şərti Dunay çayına aiddir. Onun su topladığı hövzədə Karpat və Alt dağları kimi cavan dağlar var. İkinciyə 4. İkinciyə 4 şərti verilmədiyi B variantında silərik. Uzunluğu yansı çayın uzunluğundan qısadır şərti ortaqdır. Üçüncüyə 5 və düşmə kəmiyyəti 500 metrdən çoxdur şərti Dunay çayına aiddir. Alp zonasından başlayıb dünya səviyyəsindəki bir dənizə töküldüyü üçün Şərqi Avropa düzənliyi ilə başlayıb Xəzər dənizinə tökülən Volqa çayından daha çoxdur. Yəni ikinciyə 6. Cavab E variantı. Çay şəbəkəsinin sıxlığı 0,8 km/km2, hövzəsinin sahəsi isə 220 kvadrat kilometrdir. Həmin hövzədə olan çayların ümumi uzunluğunu müəyyən edək. Çay şəbəkəsinin sıxlığının çayın qolları ilə birlikdə uzunluqları cəminin su hövzəsinin sahəsinə nisbəti olduğunu bilirik. Yəni burada 0,8 bərabərdir L bölünsün 2200-ə. Yəni L bərabərdir 2200 vurulsun 0,8-ə. Cavabımız 1760 kilometr, yəni A variantı. Doğru ifadələri müəyyən edək. Şimali Amerika materikinin çayları 3 okeanın su toplayıcı hövzəsində yerləşir. Belə ki, Şimali Amerika, Şimal Buzlu okeanı, Atlantik və Sakit okeanlarla əhatələnib. Birinci şərt doğrudur. Birinci şərtin olmadığı variantları ələdik. Çayın su sərfi ilə səviyyəsi arasında əlaqə tərs mütənasibdir şərti yanlışdır. Belə ki, çayın səviyyəsi nə qədər yüksək olarsa, su sərfi də o qədər çox olar. İkinci şərtin verildiyi variantda ələdik. Temza çayının səviyyəsi il boyu kəskin dəyişmir şərti doğrudur. Belə ki, Temza çayı Böyük Britaniya adasında mülayim dəniz iqlim tipində yerləşir və isti cəryanın gətirdiyi rütubətin təsiri ilə il boyu səviyyəsi çox dəyişkən olmur. 1-3. Livingston şəlalələrinin yerləşdiyi çayın su toplayıcı hövzəsi 3 yarımkürə yerləşir şərti də doğrudur. Belə ki, Livingston şəlalələri Kongo çayında yerləşir və o ekvatorla kəsildiyi üçün 3 yarımkürədə yerləşir. Cavab C variantı. Doğru ifadələri müəyyən edək. Azərbaycan ərazisində çaylar əsasən relyef vahidlərinə uyğun olaraq 3 qrupa bölünür. Azərbaycan ərazisində çaylar Böyük Qafqazın şimal-şərqindən axan çaylar, Qobustan-Abşeron zonasının çayları, Lənkəran-Astara zonasının çayları və Kür hövzəsinin çayları olaraq 4 qrupa bölünür. Birinci şərt yanlışdır. Birinci şərtin verildiyi variantları sildik. Palçıqlı sellər arid dendasyon relyefə malik ərazilərdə müşahidə olunur şərti doğrudur. Belə ki, elə Azərbaycanın Qobustan zonasının çaylarını götürəsi olsaq, həmin ərazi arid dendasyon zonaya aiddir və oranın çayları palçıqlı sellər formalaşdırır. İkinci şərtin verilmədiyi Y variantını da sildik. Böyük Qafqazın şimal-şərq yamacının çayları əsasən qar və buzlaq suları ilə qidalanır şərti doğrudur. Həmin çaylar yüksək dağlıqdan başlayır. Üçüncü şərtin olmadığı variantı da ələdik. Kiçik Qafqaz tektonik zonasından keçən çayların hamısı tranzit çaydır şərti yanlışdır. Elə Tərtər çayını və yaxud ki, Kiçik Qafqazdan başlayıb Kür çayına tökülən çayların demək olar ki, heç biri tranzit xarakter daşımır. Abşeron Qobustanın çayları quruyan çaylardır şərti isə doğrudur. Cavab A variantı. Talış dağlarının çaylarının düşməsi Araz çayının sol qollarının düşməsindən çoxdur şərtdə yanlışdır. Belə ki, Araz çayının sol qolları misal olaraq Naxçıvan çaylarını götürəsi olsaq, Naxçıvan çayları Talış çaylarından düşmə kəmiyyətinə görə daha öndədir. Uyğunluq gözlənilmişdir. Su anbarları və yerləşdiyi inzibati rayonlar.
A variantında Arpaçay su anbarı Şahbuzda verildiği halda yanlışdır. Belə ki, Arpaçay su anbarı Şərur rayonundadır. B variantında Varvara su anbarı Samux deyil, Yevlax rayonunda yerləşir. C variantında Viləş su anbarı Lənkəranda deyil, Masallıda yerləşir. D variantında Yenikənd su anbarı Şəmkidə yerləşir. D variantı doğrudur. Y variantında Sərsəng su anbarı Laçın deyil, Kəlbəcər və Tərtər rayonlarının arasında yerləşir. Cavab D variantı. Afrika materikində yerləşən çay və ya göllər üçün səciyyəvi əlamətləri müəyyən eləyək. Həm estuari, həm də deltaya malik olan çaylar mövcuddur şərti. Nil və Kongo çayını götürsək kifayətdir. Biri deltadır, biri estuaridir. Birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları elədik. Qida mənbələri arasında qar və buzlaq suları iştirak edir şərti yanlışdır. Əsasən tropik istilik qurşağından, tropik işğalma qurşağından mənbələrini götürən çaylar qar və buzlaq suları ilə qidalanmaz. İkinci şərt yanlışdır. Viktoriya gölündən başlayan çay Hind okeanına deyil, Atlantik okeanına tökülür. Söhbət Nil çayından gedir. O Aral dənizinə tökülür. Aral dənizi də Atlantik okeanına aiddir. Yəni üçüncü şərtin verildiyi B variantında silərik. Kariba su anbarının yerləşdiyi çayın mənsəbi Mozambikdə yerləşir. Kariba su anbarı Zambezi çayı üzərindədir və onun mənsəbi Mozambikdədir. Aralıq dənizi iqlim tipi hakim olan ərazilərdə çaylar qış aylarında bolsulu olur. Belə ki, subtropik zonaya yay aylarında tropik hava kütlələri gəldiyinə və qış aylarında mülayim hava kütlələrinin gəldiyinə görə həmin yerdə çayların bolsuluq dövrü qış aylarıdır. Cavab A variantı. Çayların qolları haqqında doğru ifadələri müəyyən edək. Nil çayının mavi qolunun mənbəyi Tana gölüdür. Şərti doğrudur. Birinci şərti götürəsi olsaq A, B və C variantları ələnər. Volqa çayının Kama qolu Ural dağlarının şərq yamacından başlayır şərti yanlışdır. Belə ki, o qərb istiqamətdədir. Mississippi çayının Ohio qolu Appalaç dağlarından başlayır şərti doğrudur. Digər qolları Arkansas və Missouri qolları qayalı dağlardan və Colorado platosundan başladığı halda Ohio qolu Appalaç dağlarından başlayır. Üçüncü şərtin verilmədiyi variantda eləsək qalır 1, 3, 6. Altıncı şərtdə isə Angara çayı Baykal gölündən başlayaraq Yenisey çayına tökülür şərti verilib və bu doğrudur. Angara çayı Baykal gölündən başlayan yeganə çaydır. Cavab Y variantı. San Francisco çayı Amazon çayının sağ qolunun şərti yanlışdır. Belə ki, San Francisco çayı müstəqil olaraq Atlantik okeanına tökülür. Kongo çayının bütün qolları ekvator iqlim qurşağında yerləşir şərti yanlışdır. Belə ki, iqlim qurşaqları xəritəsinə baxsaq, ekvator iqlim qurşağı Afrikanın əsasən qərb hissəsinə meyl edir və bu şərt yanlışdır. Eroziya bazisi eyni dəniz olan çayları müəyyən eləyək. Don çayı Azov dənizinə tökülür. Oder çayı Baltik dənizinə tökülür. Neva çayı Baltik dənizinə tökülür. Visla çayı Baltik dənizinə tökülür. Deməli, 2, 3, 4 şərti doğrudur. Biz B variantını götürə bilərik. Oka çayı Volqa çayının qoludur. Po çayı isə Adriatik dənizinə tökülür. Sakit Atlantik, Hind və Şimal Buzlu okeanına aid olan coğrafi obyektlərin müvafiq ardıcıllığını müəyyən edək. Alaska körfəzi Sakit okeana aiddir. Liguriya dənizi Aral dənizi daxilində Atlantik okeanına aiddir. Sokotra adası Somali yarımadasının şərqində Hind okeanına aiddir. Viktoriya adası Kanada Arktik arxipelaqı tərkibində Şimal Buzlu okeanına aiddir. Cavab A variantı. Xəritə sxeması əsasən doğru olmayan bəndləri müəyyən eləyək. Məntəqələr çaylar 1 rəqəmi ilə göstərilən Taxo çayıdır. 2 rəqəmi ilə göstərilən Luara çayıdır. 3 rəqəmi ilə göstərilən Elba çayıdır. 4 rəqəmi ilə göstərilən Visla çayıdır. 5 rəqəmi ilə göstərilən Reyn çayıdır və 6 rəqəmi ilə göstərilən Dnepr çayıdır.
Mülayim işıqlanma qurşağında yerləşir şərti 1, 3 və 4-cü rəqəmlərlə verilən çaylara uyğundur. Uyğun olduğu təqdirdə aid olmayan şərtini ödəmədiyi üçün birinci şərti elədik. B variantı, C variantı və Y variantı eləndi. 1, 3, 5 rəqəmlərlə verilən çayların mənsəbləri mülayim dəniz iqlim tipində yerləşir şərtinə baxırıq. 3 və 5 rəqəmləri ilə verilən çayların mənsəbi mülayim dəniz iqlim tipində yerləşsə də, 1 rəqəmi ilə verilən Taxo çayı subtropik iqlim qurşağında yerləşir. İkinci şərt doğru olmadığı üçün bizə lazımdır. Deməli, ikinci şərtin verilmədiyi variantda silə bilərik. Üçüncü şərtə baxırıq. 3, 4, 6 rəqəmlərlə verilən çaylar yerləşdikləri ərazi cavan platformadır şərti yanlışdır. Çünki bura Şərqi Avropa düzənliyidir və bura qədim platformadır. Üçüncü şərt də bizə lazımdır. 1, 5, 6 rəqəmləri ilə verilən çayların tranzit çay hesab edildiyi göstərilir. 1 rəqəmlə verilən Taxo çayı Portuqaliya və İspaniya arasında tranzit çaydır. 5 və 6 rəqəmləri ilə verilən çaylar isə ən azı iki ölkənin arasından axan çaylardır. Deməli, dördüncü şərt yanlışdır. 2, 4, 6 rəqəmləri ilə verilən çaylar eyni okean hövzəsinə aiddir şərtinə baxırıq. 2, 4 və 6 rəqəmlərlə verilən çaylar ya birbaşa Atlantik okeanına tökülür, ya da Qara dəniz vasitəsilə Atlantik okeanına aiddir. Doğru şərt olduğuna görə götürmürük. 3, 4, 6 rəqəmləri ilə verilən çaylar daxili dənizə tökülür şərti isə yalnızca 6 rəqəmli çaya aiddir. Deməli, 6-cı şərt də doğrudur. Cavab D variantı. Qarda gölü İtaliyada yerləşir, amma vulkanik mənşəli deyil, tektonik mənşəlidir. Deməli, birinci şərt doğru olduğu üçün birinci şərtin olmadığı variantları silirik. Sayma gölü İsveçdə yerləşir və buzlaq tektonik şərti verilib. Həmin ərazi tektonik cəhətdən sabit olduğu üçün tektonik şərti yanlışdır. İkinci şərtdə götürürük və ikinci şərtin olmadığı variantda silirik. Tanganika gölü Tanzaniyada yerləşir və tektonikdir şərti doğrudur. İssıqlı gölü Tacikistanda deyil, Qırğızstanda yerləşir. Deməli, dördüncü şərtdə yanlış olduğu üçün götürürük. Winnipeg gölü Amerika Birləşmiş Ştatlarında deyil, Kanadada yerləşir. Deməli, 5-ci şərtdə yanlışdır. Cavab B variantı. Doğru olmayan ifadələri müəyyən edək. Beton örtüksüz fəaliyyət göstərən suvarma kanalları quru iqlim şəraitində şoranlaşmanın yaranmasına səbəb olur şərti doğrudur. Belə ki, o kanallardan sızan sular yeraltı suların səviyyəsini artırır. İsti iqlim şəraitində isə bu şoranlaşmaya gətirib çıxardır. Birinci şərt doğrudur və bizə doğru olmayan variantlar lazım olduğu üçün birinci şərti silirik. C və D variantlarıələndi. Bataqlıqlar quru sahəsinin 30%-dən çox hissəsini tutur şərti yanlışdır. Belə ki, bataqlıqlar yer səthinin 4-6%-ni təşkil edir. İkinci şərt doğrudur. Skandinaviya dağlarında qar xəttinin mütləq hündürlüyü Alp dağlarınkindən daha çoxdur şərti yanlışdır. Bildiyimiz qədər dağlar qütbə nə qədər yaxındırsa, qar xətti o qədər aşağıdan keçər. Üçüncü şərt də bizə lazımdır. Deməli, A variantda eləndi. Vasyugan bataqlığı Orta Sibir yaylasında deyil, Qərbi Sibir ovanında yerləşir. Dördüncü şərt də yanlışdır. Bizə lazım olan şərtdir. Deməli, cavab 2, 3, 4 Y variantı. Xəritə sxemə əsasən coğrafi obyektlərin adlarının düzgün verildiyi bəndi müəyyən edək. 1 rəqəmi ilə verilən körfəz Riga körfəzidir. 2 rəqəmi ilə verilən körfəz Fin körfəzidir. 3 rəqəmi Botnik körfəzini göstərir. 4 rəqəmi Ağdənizi göstərir. 5 rəqəmi Skagerrak boğazını göstərir. 6 rəqəmi Kola yarımadasını göstərir. 7 rəqəmi Jutlandiya yarımadasını göstərir. 8 rəqəmi isə Ladoqa gölünü göstərir. Bu ardıcıllıqla verilən obyektlər A variantında doğru göstərilmişdir. Titicaca və Tanganika gölləri üçün oxşar əlamətləri müəyyən edək.
Litosfer dağlarının konvergens sərhədində yerləşir. Titicaca Cənubi Amerikada konvergens zonada yerləşsə də, Tanganika Şərqi Afrika sınma zonasında, yəni divergens zonada yerləşir. Konvergentlik şərti birinci şərti ələyir. Yəni birinci şərtin olduğu variantları sildik. Yerləşdiyi materikdə Aralıq dənizi iqlim tipinə rast gəlmə şərti doğrudur. Hər iki materikdə, yəni Afrika və Cənubi Amerikada Aralıq dənizi iqlim tipi mövcuddur. Qrabində yerləşir şərti yalnızca Tanganika gölünə aiddir. Deməli, üçüncü şərt yanlışdır. Üçüncü şərtin verildiyi B variantını da elədik. 2 və daha artıq ölkənin ərazisində yerləşir şərti doğrudur. Belə ki, Titicaca gölü Boliviya və Peruda, Tanganika gölü isə Burundi, Tanzaniya, Zambiya və Kongo Demokratik Respublikası kimi ölkələrin arasında yerləşir. Dördüncü şərt də doğrudur. Çuxurları eksogen qüvvələrin təsiri ilə yaranmışdır şərti yanlışdır. Belə ki, Tanganika gölü tektonik qrabendə, yəni endogen proseslərin nəticəsində yaranmışdır. Tropik işğallı qurşağında yerləşmələri iki tropin arasında yerləşmələrindən irəli gəlir. 6-cı şərt də doğrudur. Cavab C variantı. Doğru ifadələri müəyyən edək. Qara, Baltik, Azov dənizləri qış aylarında donmaya məruz qalır. Fiziki xəritəyə baxsaq, bu dənizlərdə donuşluq xəttini görə bilərik. Birinci şərt doğrudur. Deməli, birinci şərtin verilmədiyi variantları ələyərik. Amudariya və Sırdariya çayları qış aylarında bol su olur şərti yanlışdır. Belə ki, bu çaylar yüksək dağlıq ərazilərdən başladıqları üçün qar suları əridiyi vaxt, yəni yay aylarında bol sulu olurlar. İkinci şərt yanlışdır. Parana çayı və bəzi qolları ağac axıdılmasında istifadə edilir. Bəli, bu ərazidə tədarük edilən meşə materiallarının axıdılmasında Parana çayı və onun bəzi qolları istifadə edilə bilir. Deməli, üçüncü şərt doğrudur. Üçüncü şərtin verilmədiyi C variantını da silirik. Müqəddəs Lavrenti və Zambezi çayları keçid iqlim qurşağında yerləşir şərti yanlışdır. Belə ki, Müqəddəs Lavrenti çayı mülayim iqlim qurşağında yerləşir. Zambezi isə subekvatorialda yerləşir. Volqa, Don, Peçori və Saluin çayları qış aylarında donmaya məruz qalır şərti Saluin çayı ilə pozulur. Belə ki, Saluin subekvatorial zonada yerləşdiyinə görə donma ehtimalı yoxdur. 5-ci şərt yanlışdır, yəni A variantını da silərik. Sayma və Venerin gölləri Michigan gölü ilə eyni iqlim qurşağında yerləşir şərti doğrudur. Hər üç göl mülayim iqlim qurşağında yerləşir. Cavab D variantı. A çayının orta meyli 2,5 metr/kilometr, uzunluğu isə 680 kilometrdir. A çayının mənbəyində atmosfer təzyiqinin 440 mm civə sütunudur. A çayının mənsəbinin mütləq hündürlüyünü müəyyən edək. Bunun üçün öncə çayın düşməsini tapmaq lazımdır. Yəni, meyillik düşmənin uzunluğa nisbəti olduğu üçün düşmənin meyilliklə uzunluğun hasılı olduğunu bilirik. Yəni, düşmə bərabərdir meyillik vurulsun uzunluğa. Burada 2,5 kilometrin 680'ə hasıl lazımdır bizə. Bu da 1700 metr deməkdir. Çayın mənbəyində təzyiq 440 mm olarsa, deməli çayın mənbəyi 3200 metr hündürlükdədir. Belə ki, 760 mm, yəni normal atmosfer təzyiqindən mövcud təzyiqi çıxsaq, cavabımız 320 mm olacaq. 320 mm isə 3200 metr deməkdir. Əgər çayın düşməsi 1700 metrdirsə və mənbəyində hündürlük 3200 metrdirsə, onun mənsəbi 1500 metr hündürlükdə olacaq. Cavab A variantı. Cədvələ əsasən uyğunluğu müəyyən edək. Nil çayının səviyyəsi tənzimlənib, belə ki, onun üzərində su anbarı var. Həm mənbəyində, həm də mənsəbində günəşli zenitdə olması fikri isə yanlışdır. Belə ki, onun mənsəbi tropik xəttdən şimalda, yəni mülayim işıqlama qurşağındadır. Birinci şərt doğrudur. Volqa yerləşdiyi ölkənin sahillərini 3 okeanı suları yuyur şərti doğrudur. Volqa Rusiyada yerləşir. Onun sahillərini şimal buzlu, sakit və Atlantik okeanları yuyur. Mənsəbi Mississippi çayının mənsəbi ilə eyni iqlim qurşağında yerləşmir şərti də doğrudur. Belə ki,
Volqanın mənsəbi mülayim, Mississippi-nin mənsəbi isə subtropik iqlim qurşağındadır. İkinci şərt yanlışdır. Murray su toplayıcı hövzəsi iki işıqlama qurşağında yerləşir və aid olduğu okeanın sahəsi kiçilir. Şərti yanlışdır. Belə ki, Murray Hind okeanına aiddir. Sahəsi böyüyən iki okeandan biridir. Deməli, üçüncü şərt də yanlışdır. Mekong çayı düşməsi Volqa çayının düşməsindən daha kiçikdir. Şərti yanlışdır. Belə ki, Volqa çayı Şərqi Avropa düzənliyində axan və düşməsi çox olmayan bir çaydır. Amma Mekong çayı Tibet sonrasından başlayıb dünya okeanına tökülən bir çaydır. Dördüncü şərt yanlışdır. Digər iki şərtə baxaq. Kolumbiya çayı Yukon çayı ilə eyni okean hövzəsinə aiddir. Bəli, hər iki çay Sakit okeana aiddir. Dib eroziyasının təsir nəticəsində yaranan relyef formalarına rast gəlinmir şərti yanlışdır. Belə ki, burada kanyonlar var və kanyonlar dib eroziyasının maksimum səviyyəyə çatdığı yerlərdədir. 5-ci şərt lazımdır bizə. Lena çayı Şimal Buzlu Okean hövzəsinə aiddir şərti doğrudur. Mənsəbi Amur çayının mənsəbi ilə eyni okeanda yerləşir. Şərti isə yanlışdır. Belə ki, Amur çayı Sakit okeana, Lena çayı isə Şimal Buzlu Okeanına aiddir. Deməli, 6-cı şərt də doğrudur. Cavab 1, 5, 6 B variantı. Uyğunluğu müəyyən eləyək. Eroziya bazisi okean səviyyəsindən yüksəkdə olan çaylar, eroziya bazisi okean səviyyəsindən aşağıda olan çaylar. Reyn çayı dünya okean səviyyəsində, yəni şimal dənizinə töküldüyü üçün onun eroziya bazisi dünya okean səviyyəsindədir. A şərti bizə lazım deyil. Orinoco çayı Atlantik okeanına tökülür və onun eroziya bazisi dünya okean səviyyəsindədir. C şərti də bizə lazım deyil. Kür və Samur çayları Xəzər dənizinə töküldüyünə görə onların eroziya baziləri dünya okean səviyyəsindən aşağıdadır. Yəni ikinciyə B və Y. Sırdərya çayı Aral gölünə tökülür. Onun səviyyəsi isə okean səviyyəsindən yüksəkdədir. Birinciyə D. Birinciyə D, ikinciyə B, Y şərtləri D variantında özünün əksini tapır. Amazon çayı üçün doğru olmayan fikirləri müəyyən edək. Uzunluğu Ucayali və Maranhão çaylarının bir-birinə qovuşduğu ərazidən hesablanır şərti doğrudur və bizə lazım olmayan variantdır. Səviyyəsi il boyu kəskin dəyişmir şərti ekvatorial rütubətli meşələr zonası, yəni rütubətin demək olar ki, daimi sabit olduğu yerdən axdığına görə onun səviyyəsi kəskin dəyişmir şərti bizə lazım deyil. Yalnız bir ölkə ərazisindən axır şərti yanlışdır. Belə ki, Amazon çayının hövzəsi çox böyükdür və Cənubi Amerikanın bir neçə ölkəsindən axır. Axdığı ərazilərdə kimyəvi aşımı üstünlük təşkil edir şərti. Bu ərazinin ifrat rütubətlənməsindən irəli gələrək doğrudur və 4-ü biz götürmürük. Yerləşdiyi materikdə mülayim musson iqlim tipinə rast gəlinir şərti yanlışdır. Cənubi Amerikada mülayim dəniz və qismən mülayim kontinental iqlim tipləri var. 5-ci şərt bizə lazımdır. Mənsəbinin yerləşdiyi sahillərdən soyuq okean cəryanı keçir şərti də yanlışdır. Belə ki, orada Braziliya cəryanı və Guyana cəryanı var. 6-cı şərt də bizə lazımdır. 3, 5, 6. Doğru ifadələri müəyyən eləyək. Quraq iqlim şəraitinə malik olan ərazidən axan çayların sel təhlükəsi mövcud deyil. Şərti yanlışdır. Belə ki, Azərbaycanın Qobustan Abşeron zonasından axan çaylar palçıqlı sellərin yaşandığı və quraq ərazilərdən axan çaylardır. Birinci şərt yanlışdır, götürmürük. Victoria və Ontario göllərindən başlayan çaylar eyni okeana tökülür. Victoria gölündən başlayan Nil çayı və Ontario gölündən başlayan Müqəddəs Lavrenti çayları hər ikisi Atlantik okeanına aiddir. İkinci şərt doğrudur. Dünya okeanında formalaşan dalğalar həm endogen, həm də eksogen qüvvələrin təsiri ilə yaranır şərti doğrudur. Çünki həm seismik fəaliyyət, həm də daimi küləklərin təsirindən dalğalar formalaşa bilər.
Üçüncü şərtdə doğrudur. Aralıq dənizinin orta duzluğu Oxot dənizinin orta duzluğundan daha azdır şərti yanlışdır. Belə ki, Oxot dənizi daha qütb ətrafı mövqeyə malikdir və donuşluq xəttinə belə malikdir. Bu şərt yanlışdır. Şərqi Avropanın çaylarının dərələri genişdir, gəmiçilik üçün yararlıdır şərti doğrudur. Çünki Şərqi Avropa əsasən düzənlik ərazidir və çayları gəmiçilik üçün yararlıdır. 5-ci şərt də doğrudur. Elton və Baskunçak gölləri müxtəlif materiklərdə yerləşir şərti yanlışdır. Belə ki, hər ikisi Avrasiya materikindədir. Cavab 2, 3, 5. Eyni iqlim qurşağında yerləşən adaları müəyyən edək. Aleut adaları, Kuril adaları və Newfoundland adası hər üçü mülayim iqlim qurşağında yerləşir. Yəni bizə 1, 2, 6-cı rəqəmlərlə verilən adalar lazımdır. Shikoku Yaponiyanın subtropik musson iqlim tipində yerləşən adasıdır. İslandiya subarktik iqlim qurşağında yerləşən adadır. Devon isə Kanada Arktik arxipelagında yerləşən və Arktik iqlim qurşağında yerləşən bir adadır. Orta duzluq göstəricisinə malik olan 9 ton okean suyunun buxarlandırılaraq əldə olunan duzu Qırmızı dənizinin neçə ton suyundan əldə etmək olar? Orta duzluluq 35 promildir və 9 ton sudan 315 kiloqram duz əldə etmək olar. Qırmızı dənizin duzluluğu isə 42 promildir və 315 kiloqram duzun 42 promilli neçə ton sudan əldə edildiyini tapmaq üçün 315-i 42-yə bölərik. Cavabımız eləyəcək 7,5. Uyğunluğu müəyyən edək. Amur çayı, Amudərya çayı. Qidalanmasında qar və buzlaq sularının üstünü təşkil edir şərti Amudərya çayına aiddir. Belə ki, o yüksək dağlıq ərazilərdən başlayır və Aral gölünə tökülür. Qar və buzlaq suları ilə qidalanır. İkinciyə A. Suvarmada çox geniş istifadə edilmir şərti Amur çayına aid olar. Belə ki, onun axdığı ərazilər mülayim musson iqlim rejiminə aiddir. Birinciyə B. Mənsəbi subtropik iqlim qurşağında yerləşir şərti heç bir çaya aid deyil. Mənsəbi orta qırışıqlıq vilayətində yerləşir şərti Amur çayına aiddir. Birinciyə D. Və su toplayıcı hövzəsində düz radiasiyanın kəmiyyəti böyükdür şərti Mərkəzi Asiyanın Qaraqum, Qızılqum səhralarını nəzərə alsaq Amudərya çayına aiddir. İkinciyə Y. Situasiya suallarına baxaq. A dənizində günəş zenitdə olmur və eyni zamanda yerləşdiyi ərazidə gecə və gündüzün adi növbələşməsi pozulmur. Bu dəniz iki yarımkürədə yerləşir və qərbində yerləşən dənizlə həm boğaz, həm də kanal vasitəsilə əlaqəsi mövcuddur. Bu dənizin yerləşdiyi ərazi qədim platformadır. 28-ci sual. A dənizini və bu dənizə tökülən çayları ən az 2 nümunə müəyyən edib yazaq. Verilən dəniz Baltik dənizidir və ona tökülən çaylara misal olaraq Neva çayını, Visla çayını, Oder çayını və Neman çayını göstərmək olar. A dənizinin ölkəmizə nəzərən istiqaməti və bu dənizin xəritəsinin ən az təhriflə tərtib edildiyi proyeksiyanı müəyyən edib cədvələ yazaq. Ölkəmizə nəzərən Baltik dənizi şimal-qərb istiqamətində və qütb ətrafı ərazidə yerləşdiyinə görə onun xəritəsinin tərtib edilməsi üçün konus proyeksiyası ən ideal proyeksiyadır. Baltik dənizinə aid olan körfəzlər və bu dənizlə eyni okean hövzəsinə aid olan daxili dənizləri müəyyən edib cədvələ yazaq. Baltik dənizinə Botnik, Fin və Riga körfəzləri aiddir.
Baltik dənizi Atlantik okeanına aid olduğu üçün onunla eyni okeana, yəni Atlantik okeanına aid olan daxili dənizlərdən Qara dənizi, Azov dənizini, Aralıq dənizini, Aralıq dənizi daxilində olan Adriatik, Tiren, Liguriya və İon kimi dənizləri qeyd etmək olar.